Əli Ədalətli təqdim edir. Salam, hər vaxtınız xeyir. Əziz dostlar, əziz meyxana sevənlər. Bir mühüm məsələyə toxunmaq istərdim. Son zamanlar demək olar ki, bütün xidalların başına gəlib bu hadisələr. Yəqin ki, toyları izləyirsiniz, əziz meyxana sevənlər. Bir çox toylarda demək olar ki, meyxana getmir. Yəni, bunu səmimi demək lazımdır ki, toy yiyəsi 5.000, 6.000, 10.000 civarında demək olar ki, ödəniş ödəyir, amma yığdığı sastav, yəni ki, bir-birinə demək olar ki, yaxşı anlaşmır, ya dost olurlar, yaxşı meyxana getmir. Yəni, ümumən bunu mənə xidallar da deyirlər, toy yiyəsi də deyir. Yəni, ümumən də bu meydanlardayam, çəkilişlərdəyəm, özüm də görürəm. Yəni, mən buradan ümumən xidallara səslənirəm. Mənim YouTube kanalıma daxil olarsınız. Bu yaxında bir maraqlı meydan oldu. Aydın dostumuzun toyu oldu Fatma kəndində və demək olar ki, Əjdaha meyxana getdi. Və o meyxana sastavını demək olar ki, Aydın dostumuzla məsləhətləşib bir araya getirdik. Amma həqiqətən də möhtəşəm meyxana getdi. Əziz meyxana xidaları, onu demək istərdim ki, yəni hal-hazırda olan bu meyxana camisini izləyirik, ən azından meyxana meydanlarını izləyirik. Sizə tövsiyəmdir ki, yəni sastav yığanda, ümumən meyxaniyənləri bir araya getirəndə bir analiz edin. Əgər edə bilmişsə, indi təkəbbürlüdən kənar olsun, ən azından bir meyxanada yaxın olan insanlar var da, dostlarımız var, meyxaniyənlərin özləri var və ən əsası mənlə əlaqə saxlaya bilərsiniz. Deyin ki, məsələn, mən balama toy eləmək istəyirəm, Əli, və orada meyxana sastavı yığmaq istəyirəm. Kimi yığsam daha yaxşı meydan gedər. Yəni, onsuz da mən görmüşəm də, söhbət puldan getmir. Valla 10.000, 20.000 pul xərcləyən insanlar olub ki, demək olar ki, orada meydan olmayıb. Amma bizim dostumuz 4.000, 5.000 pul xərclədi, amma maşallah Əjdaha kimi meydan oldu. Demək olar ki, orada xırdallar da zövq aldı həmən meydandan. Onu demək istəyirəm ki, yəni siz, yəni mən bugünə qədər görüşdüm, video çəkməmişdim. Siz övladınıza, özünüzə toy edirsinizsə, meyxanadan anlayışı olan adama yaxınlaşın, dostlar. Valla, yəni istəmərəm ki, pulunuz boş-boşuna geçsin. Elə mənə özümə zəng vursanız, yəni deyərsiniz, düşünərsiniz ki, burada bir pul söhbəti var. Valla mən, ümumən mənim YouTube kanalımda neçə illərdir verilişləri izləyirsiniz. Mən təmənnasız insanları çəkmişəm, təmənnasız insanların toylarında olmuşam. Hətta özüm pul salmışam ki, yəni mənim hər kəs tanıyır. Mənim oradan verilən pula da ehtiyacım yoxdur. Şükür Allaha, Allah ruzumuzu verir. Amma mən sizə deyirəm ki, yaxşı meyxanadan zövq almaq üçün xidallar, yəni yaxşı meydan yaratmaq lazımdır. Adam biraz əsəbləşir. Mən baxıram son zamanlar elə YouTube'da, TikTok'da bu nə meydandır ki, hamı bir-birini tərifləyir. Hamı bir-birinə, ay can qardaşım, canım, ciyərim, anladım, o kənarda. Mən toy yeyəcəm, pul vermişəm, demirəm, bir-birinizi təhqir edin, demirəm, bir-birinizi söylə. Yox, əlbəttə ki, o məntiqə uyğun bir şey deyil. Amma meydan yaratqına, süni bir şablon bir şey yaratmasın. Mən onu demək istəyirəm. İndi mən onu demək istəyirəm, dostlar ki, yəni sizə bir, necə deyimizə, tövsiyəmdir, sizə buradan müraciətimdir ki, hörmətli xidallar, övladınızı toy eləyəndə bir yığın mənə, mən sizə bir dənə meydan yaradım ki, and olsun canıma deyirəm, Əjdaha kimi, həm YouTube partlasın, həm xidallar yəni, zövq alsınlar, həm də özünü də zövq alcınanda, yəni ki, görsün, yəni balomun toyunda Əjdaha bir toy, yəni meydan oldu. Mən onu demək istəyirəm. Yenidən xidallara səslənirəm. Bundan sonra ki, hansı bir meydan yaradacaqsınızsa, hansı meyxaniyənləri dəvət etsə, əlbəttə öz işinizdir, yenə deyirəm. Amma bir məsləhətli don gen olar deyiblər. Məsləhətləşin, ondan sonra meydan dostlar. Əgər indi ətrafınızda ola bilər də meyxana ümumən camisinə, meyxana aləmindən kənar adamlardırsa, onu anladım. Respublika yəni bizimlə əlaqə saxlayın ki, Əli, biz istərdik ki, toyumuza meyxaniyənləri sən yığasan. Sastav yığıcıyla və nəticə göstəriciylə. Mən orada nəticə göstərirəm. Onu demək istəyirəm. İnşallah ki, bu yaxında da bir dənə dostumuz var, o da bizə müraciət edib ki, bir dənə qəşəng meydan yaradıcıdan və ümumən meyxana sastavını sən yığıcına, inşallah yenə də baxarsınız. Amma əgər bilmək istəyirsə bizim nəticəmizi, gücümüzü, YouTube kanalımda son meyxanalara baxın, görün ki, orada onu yaratmışam mən şəxsən və həqiqətən də böyük bir, möhtəşəm bir toy oldu. Demək, hər kəs də sevdi. Orada oyna qafiyələr də oldu, əruz qafiyəsi də oldu, muskani də oldu, amma hər şey çərçivəsindən çıxmamaq şərti ilə, amma Əjdaha kimi meyxana getdi. Allah sizləri var eləsin, Allah bizləri mehriban eləsin. İnşallah ki, bunu izləyirsiniz, mən inanıram və əlbəttə ki, mütləq nə etmək lazımdır, mənim kanalımı da like etmək lazımdır. Əli Ədalətli təqdim edir.